Həddindən artıq yaxşı əhval-ruhiyyənin buranı tərk edirik. Həddindən artıq möhtəşəm qurulmuş bir tədbir idi. Sağ olsunlar ki, təşkilatçılar bizi bura dəvət elədilər. Yəni mənim özüm üçün həddindən artıq xoş idi ki, dostlarımla, məşqçilərlə bir komandada olaq, bir yerdə oynadığımız futbolçularla əks komandada onları görək. Yəni həddindən artıq xoş idi. Neftçinin baş məşqçisi olaraq Neftçiyə qarşı oynamaq necə istir? Neftçiyə qarşı deyildi bu, adı olaraq belə idi. Yəni çox futbolçular var idi ki, ümumiyyətlə Azərbaycanın da ən xoş, yəni fəxri də budur ki, çox futbolçular gəlir Neftçidən keçir və Neftçidə xoş təəssüratlar olur. Yəni yaxşı illərin bir futbolçu üçün əgər Neftçidə gəlib oynayırsa, deməli karyerasında yəni nələrisə etmiş olur bir futbolçu kimi və mən də və digər oyunçular da futbol Neftçidən gəlib keçmişlər. Yəni bir ad olaraq belə olsa da, amma dediyim kimi çox futbolçular Neftçili idilər və bir komanda kimi çıxdıq. Ümumiyyətlə bu hansı komanda idi, baş məşqçilər ya digər komanda ümumiyyətlə heç oyunda düşünmürdü. Əsas o idi ki, ab-hava çox gözəl. Dünya çempionatına qatılır millimizdə. Onlara nə demək istəyirsiniz bir veteran futbolçu olaraq? Həddindən artıq çox sevinirik və açılışlarda bu inşallah çalışacağıq ki, gələk və oyunlarda çalışacağıq ki, burada olaq, millimizə dəstək olaq. Çox sevinirik. Ümumiyyətlə bu tədbiri, bu millini də bura gətirən insanlara da təşəkkür çıxır ki, bu cür tədbirlər Azərbaycanda keçirsə və bu cür də ab-hava olacaq, xoş olacaq, uğurlar millimizə. Son olaraq Neftçidəki karyeranızla bağlı və növbəti mövsümdə sizi Neftçidə baş məşqçi olaraq görə biləcək mi? Yəni rəhbərlik sizə güvənməyə davam edəcək? İnşallah güvənir. Bəli, yəni bu açıqlama da verib klub tərəfindən, yəni biz də çalışacağıq ki, o güvənci doğraldaq və biz də artıq istəyirik ki, Avrokuboklarda biz olaq və adımızı geri qaytaraq. Yəni bir ikinci sezondur ki, biraz məyusluq yaşayırıq. İnşallah inanıram ki, hər şey yaxşı olur.